Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zührə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. 1945-ci il iyun ayının 24-də SSR-nin mərkəzi qəzetlərində hərbi qüvvələrin baş komandanı Stalinin 370 nömrəli əmri dərc olunurdu. Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə şərəfinə Qızıl Meydanda Nizami ordu qoşunlarının hərbi dəniz donanmasının və Moskva qarnizonunun qələbə paradı müəyyən edilirdi. Birləşmiş alayların marşı başa çatdıqdan sonra əskərlər darmadağın edilmiş Alman qoşunlarının endirilmiş 200 bayrağını Lenin mavzoleyi önünə atır. Həmin gün axşam parad iştirakçıları Kremldə qəbulda olur. Gazprom Mejregion Qaz Pitigorsk şirkətinin filialında abonentlərin problemləri üzrə vətəndaşlar qəbul edilib. Qazdan istifadə ödənişlərinin hesablanması, borcların rekonstruksiyası, sayğacların yoxlanması yaxud dəyişdirilməsi kimi problemlərlə müraciət edənlərə filialın əməkdaşları və rəhbəri Adilxan Qanakayev cavab verib. Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi bağların salınması üçün nəzərdə tutulan subsidiyaların dərəcəsini cari il gedişində artıq ikinci dəfə bir daha artırıb. Bu da onu təsdiqləyir ki, dövlət müvafiq sahənin inkişafı ilə bağlı məsələləri öz diqqətindən yayındırmır və məhz xarici malların yerli məhsullarla əvəzi istiqamətində sahəni xüsusilə dəstəkləyir. Ənənəvi bağların salınması üçün 1 hektara federal büdcə 54 min rubla yaxın vəsait ayırır. Meyvə şitirliklərinin inkişafına da subsidiyalar artırılır. Əgər cari ilin əvvəlində bu rəqəm 130 min rubl idisə, indinin özündə 200 min rubladək artırılıb. Respublika hökuməti sədrinin müavini Anatoliy Karibov elmi-texniki sahədə xırda müəssisə formalarının inkişafına yardım fondunun baş direktoru Sergey Polyakovla görüşüb. Görüş gedişində müasir texnologiya və innovasiyalar sahəsində sahibkarlığın fəallaşdırılması və tərəqqisi məsələləri diqqət mərkəzində idi. Sergey Polyakov bu əlaqədə Dağıstan Dövlət Texniki Universiteti bazasında təşkil edilən biznes inkubatorunun imkanları ilə tanışlıq əldə etmiş, bəzi rezidentlərlə görüşərək onların layihələri ilə bağlı geniş məlumat əldə edə bilmişdir. Polyakovun fikrincə, müvafiq sahədə Dağıstan müəyyən potensiala malikdir. Fikir mübadilələri gedişində Respublikanın gələcəkdə federal fondla əməkdaşlıq imkanları müzakirə edilmiş, gənc alimlərə öz bizneslərinin təşkilində yardımın təmini məsələləri də diqqətdən yayınmamışdır. Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən Dağıstanın kənd təsərrüfatı müəssisələrində yazlıq səpin kampaniyası başa çatıb. Bütövlükdə cari il 198 min hektar mənimsənib. 2015-ci ilə nəzərdə tutulmuş plan 103,5% yerinə yetirilib. Kizlyar rayonu müvafiq sahədə yaxşı nəticələr nümayiş etdirib. Burada 35 min hektardan artıq yazlıq mədəni bitkilər səpilib ki, bu da nəzərdə tutulduğundan 3 min hektar çoxdur. Tarumov və Kizilyurt rayonları da səpin kampaniyasında irəlidədir. Respublikada kənd əməkçiləri payızlıq taxıl yığınına da başlamışlar. Hava şəraiti əlverişli keçərsə 2 həftədən sonra taxıl yığını başa çatacaq. Rospotrebnadzorun Dağıstan İdarəsinin məlumatına əsasən Mahaçqalanın sahil boyu ərazisində xolera, vəba, vibronu aşkar edilib. Elə bu səbəbdən də müvafiq ərazidə dənizdə çimmək məsləhət görülmür. Mütəxəssislərin sözləri ilə aşkar olunan vibronun xolera ilə bir elə eyniliyi yoxdursa da, müvafiq bakteriya növü bağırsaq xəstəlikləri ilə nəticələnə bilər. Hər il dəniz suyunun ənənəvi monitoringi növbəti dəfə mikrobioloji göstəricilər üzrə dəniz suyunun sanitar tələbləri ödəmədiyini təsdiqləyir. Nümunələrin 40%-i bunu hər dəfə üzə çıxarır. Sanitar həkimlər dəniz suyunun yüksək bakterioloji yoluxucu üzrə həyəcan təbili vururlar. Rospotrebnadzorun Dağıstan İdarəsi rəhbərinin bu əlaqədə imzaladığı sərəncama əsasən paytaxt çimərliklərində çimmək qadağan edilir ya da ki, müəyyən məhdudiyyətlər yeridilir. Qeyd etmək yerinə düşər ki, Manas qəsəbəsi və İzbirbaş şəhərinin dəniz sahillərində vəziyyət qənaətbəxşdir.
Bakıda Avropa oyunlarında boksçular yarım final yarışlarında çıxış edib. Turnirin həll edici mərhələsinə 6 Dağıstanlı çıxıb. 207-ci ilin dünya çempionu Albert Səlimov və Xaybullah Musalov artıq 3-cü yeri təmin edə bilmiş və daha yüksək mükafat uğrunda mübarizəyə qoşulmuşlar. Siz xəbərlər buraxılışını dinlədiniz.